Dünya İqtisadi Forumunun 2026-cı il üçün qlobal risklərlə bağlı təqdim etdiyi hesabatda qarşıdakı 2 il ərzində dünyanı təhdid edən ən böyük riskin geoiqtisadi qarşıdurmalar olduğu bildirilir. Hesabata əsasən ikinci ən ciddi risk isə yanlış məlumat və dezinformasiyadır. Hesabatda ölkələr üzrə mövcud təhdidlərə də xüsusi yer ayrılıb. Azərbaycan üçün aktual risklər sırasında dezinformasiya və yanlış məlumatların yayılması xüsusilə ön plana çıxır. Ümumilikdə dezinformasiya təkcə Azərbaycan üçün deyil, qlobal miqyasda da ən ciddi təhlükələrdən biri kimi dəyərləndirilir. Onun miqyası, sürətlə yayılma imkanları və cəmiyyətə təsir gücü bu problemi beynəlxalq gündəmin əsas mövzularından birinə çevirib. Ən böyük dezinformasiya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi bir dövrdə 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişin qəbul edilməsi idi. Sonradan da beynəlxalq birliyin müəyyən dairələrində Xocalı soyqırımından olan şəkillər və videolar erməni əhalisinə qarşı Azərbaycanın qəddarlığı kimi qeyd edilirdi. 44 günlük Vətən müharibəsi dövründə xaricdəki erməni diaspor dairələri bu müharibə barəsində yalan məlumatlar yaymağa çalışır. Ancaq Azərbaycan düzgün informasiya siyasət apararaq həqiqəti sübut edə bildi. Forumun Azərbaycanla bağlı bu kimi fikirləri səsləndirməsinin də ciddi əsasları var. Çünki biz həm Qarabağ müharibəsi dövründə, həm Qarabağ müharibəsindən sonraki dövrdə də bunu yaşadıq. Vətən müharibəsi dövründə cənab prezidentin 30-a yaxın müsahibəsini də xatırlayırıq ki, orada da jurnalistlər müstəntiq qismində həmən bu yalan xəbərlərin təsiri altında bu sualları verirdilər. Artıq Azərbaycan uzun illərdir buna məruz qaldığı üçün çıxış yollarını da bilir. Xüsusilə rəqəmsal platformaların və sosial medianın geniş yayılması dezinformasiyanın daha sürətli və təsirli şəkildə yayılmasına şərait yaradır. Bu isə ictimai rəyə təsir göstərmək, siyasi prosesləri manipulyasiya etmək, dövlətlərarası münasibətləri gərginləşdirmək və milli təhlükəsizliyə zərər vurmaq potensialına malikdir. Azərbaycan da müxtəlif dövrlərdə məqsədli şəkildə yayılan yanlış məlumatlar və informasiya manipulyasiyaları ilə üzləşib. Azərbaycana qarşı ən aktiv şəkildə milli birliyimizi, həmrəyliyimizi zədələyəcək, kölgə salacaq dezinformasiya kampaniyaları həyata keçirilir. Bunun da arxasında məhz xarici xüsusi xidmət orqanları durur. Onlar bu vasitələrlə təzyiq yaratmağa çalışırlar. Azərbaycanın xarici siyasət qərarlarına təsir etməyə çalışırlar. Azərbaycan iqtisadiyyatı ilə bağlı məsələlərə təzyiq etməyə çalışırlar. Xəbərlər heç bir halda vətəndaşlarımız tərəfindən belə etimadla qarşılanmamalıdır. Onlar da media savadlığını artırmalıdırlar. Bu istiqamətdə də əhəmiyyətli işlər görür, böyük təlimlər həyata keçirilir. Dezinformasiyanın yaratdığı təhlükə beynəlxalq aləmdə bu problemə artan diqqət, eləcə də Azərbaycana qarşı aparılan informasiya hücumları ilə mübarizənin zəruriliyi olduqca vacibdir. Effektiv informasiya təhlükəsizliyi strategiyalarının formalaşdırılması, ictimai maarifləndirmənin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dezinformasiyaya qarşı mübarizədə prioritetlər sırasında yer almalıdır.